Güvenirik Allah ilə müraciət etmiş şeytandan, ismiyle Allahın, Rəhmanın, Rəhimin. Təriflər Allah üçündür, Rəbbidir aləmlərin. Aqibət, xeyir Allahdan qorxanlar üçündür. Allahın sülhi, əmnamanlığı, bərəkəti, islahatı olsun. Əməllərini islah edib, bir-birini haqq ilə, səbr ilə tövsiyə edən bəndələrinin üzərində. Allahın lənəti olsun Allahın düşmənlərinin üzərində və inananların düşmənlərinin üzərində. Bugündən qiyamətin gününə qədər amma sonra. Əziz İbrahim oğulları və inanan qızı oğlan qardaşlarımız və bir də o kəslər ki, bizləri izləyib, bizləri dəstəkləyirlər. Mən hamınızın üzərinə Allahın sülhünü diləyirəm. Hamınız üçün Allahımdan, o cümlədə özüm üçün də Allahdan əmin amanlıq, sülh və aqibətimizin, axirətimizin xeyirli olmasını o uca Allahımdan diləyirəm. Mən Elxan İbrahim oğlu 20-ci əsrin axırı, 21-ci əsrin əvvəlində Allah tərəfindən seçib qaldırılmış Allah rəsullarından biriyəm. Gördüyünüz kimi, hər dəfə, hər çıxışda mən bunu təkrar edirəm və təkrarən də söyləyirəm, çünki təkrar biliyin anasıdır. Söyləyirəm ki, yəni ki, bilsinlər, ola bilsin bizlərə tezə qoşulanlar olur, baxanlar olur, yeni yəni bu verilişlərə, çıxışlara baxanlar olur. Onun üçün də bilsinlər ki, çıxış eləyən kimdir? Tanıyanlar tanıyır, tanımayanlar üçünsə bu bilinsin. Yəni də həmişə olduğu kimi Allahın bizə nazil etdiyi bu mübarək Quranın ayətlərindən, Allahın bizlər üçün açıb öyrətdiyi, ilham verdiyi ayətlərindən sizlərlə bölüşməyə gəlmişəm. Düzdür, bunu qəbul edəməyənlər də var. Buna başqa cür baxanlar da var. Amma ağıl sahibləri görürlər ki, həqiqətən bizim söylədiyimiz Qurandır və dəlilimiz, sübutumuz Qurandandır. Vardır o kəslər ki, Allah özü deyir Quranda, o kəslərdən zalim kimdir ki, özlərini səfehliyə qoyarlar. Yəni, səfeh olarlar, zalim olarlar. Bəli, bugün də var o kəslər. Bugün də var o kəslərdən, tapılır o kəslərdən ki, çıxıb, yəni rolik çəkirlər, qoyurlar. Bizləri güya bizləri məğlub eləmək. Biz güya ki, ringə çıxmışıq, döyüşürük. Onlar da çıxıblar bizi burada, bu ringdə məğlub eləməyə, bel sındırmağa. Özəllər belə də söyləyirlər ki, əstağfurullah, auzubillah, Ələsgərin belini sındırdım. Ağıl adlı şey varmı bu insanda? Belə bir sözü söyləyən insanda ağıl adlı bir şey mi var? Quranın ayələrini güya qoyur ki, güya orada bu bizləri məğlub elədi bu ayələrlə. Bu ayələrlə güya ki, bizləri qoydu, aciz qoydu. Daha görə bilmir ki, o ağılsız insan görə bilmir ki. O Hz. Muhammedin dövründə olsaydı, o Hz. Muhammedə də eyni sualı verəcəkdi. Hz. Muhammedə də deyəcəkdi ki, hə, sən haradan bilirsən? Sən burada deyir ki, özündən qabaqki rəsullardan sual etkinən. Yaxşı, sən biz hansı rəsulda sual eləyəcəkdin? Bəli, Hz. Muhammedin də dövründə olsaydı, ona da deyəcəkdi ki, hə, burada deyə ayədə dedi ki, özündən qabaqki rəsuldan sual elə. Sən hansı rəsuldan sual eləyəcəkdin? Necə ki, bu günləri bizlərə o sualı verirlər. Bizlərə deyirlər, Ələsgər əleyhissalama Allahın zamanəmizdə seçilmiş ilk təslim olan rəsuluna yəni yönəldib bu sualları ki,
Bəli, mən sənə belə suallar verirəm. Ondan qabaq o kəs, yəni bizi ağılsız adlandıran, bizi məcnun adlandıran o kəs, bizim dində olan qardaşımızla söhbət edir. Onunla danışır, onun suallarına cavab verir. Bu gəndələ provokasiya çəkir onu. Yox, bəs bu belə olsaydı, özü deyir ki, bəs bizim Samir Bagirov var, ha, bizim Samir Bagirov var, mavi. Ha. O iman getirseydi, o peyğəmbər ola bilərdi. İndi bizim Babadar qardaşımız da onun o sualına cavab verir ki, bu Allahın ötəsinədir. Deyəm ki, Allahın rəsullarını Babadar əleyhissalam təyin edir, sual verirsən ona. Deyəm, Allah rəsullarını insanlar təyin edir, sual verirsən. Birbaşa Allaha aid olan sualı bəndiyə verirsən. O Allaha aiddir, Allah bilər kimi seçər. O Allah bilər kimi özü üçün rəsulluğa götürər. Biz Allah'a deyə bilərik ki, ya yox, sən filan kəsi seçə bilməzsən. İndi desin mənə o kəs görüm ki, ya bu bizi səfeh sayan, bu səfeh bizə söyləsin görək. Lut dövründə, Lut əleyhissalamın dövründə Allah Teala Lut əleyhissalamı qaldırmışdı o qovumun içərisindən. Onlar bu işlə məşğul idilər, bu qovum bu işlə məşğul idi. Birdən onlardan, o kəslərdən iman getirən olsaydı, o kəslərin içərisindən iman getirən olsaydı ya, Lut əleyhissalam onu özünə qardaş sayardı, saymazdı. O cavab versin bu. Bu suala indi o qoy cavab versin. O mavilərin içindən qalxsaydı, inansaydı, gəlsəydi, Allah qaldırmışdı da o mavilərin içindən Rəsul qaldırmışdı. Niyə görə qaldırmışdı ki? Onlar İslam olsunlar, dala qayıtsınlar əməllərindən. İndi o cavab versin bu. Qələm adı ilə çıxır, Papito adı ilə, Şapito adı ilə çıxır. Utanmır, özünə baxmır ki, bir hayan olsun, abrın olsun. Çıxıb, orada çıxır, yalan danışır. Mənim video yoxumdur. Mən görsənə bilməm. Video yoxumdur. Gör nə qədər bu insan, nə qədər qorxur Allahdan, başqalarından ki, üzünü belə göstərməyə qorxur. Adını düzgün deməyə qorxur. Biz isə Allahdan başqa heç kəsdən qorxmuruq, çəkinmirik. Biz öz sifətimizlə çıxırıq. Biz öz sözümüzü söyləyirik. Dayı, o bəzi alçaqlar kimi gizlənib, pərdə arxasından danışmırıq. Yəni gizlənib sözümüzü demirik. Bizim sözümüz varsa, biz sözümüzü üzə deyirik. Və özümüzü də gizlətmirik. Heç bir kəsdən gizlətmirik. Və qorx Allahdan, yazıqsan, söyürsən, təhqir edirsən. Bəli, bizlər Allahın ürgətməsi ilə sənə cavab verəcəyik. Sən bizləri söysün də, təhqir eləsən də, bizim Rəbbimiz bizi tərbiyələndirib, bizə tərbiyə verib. Biz Allahdan tərbiyə almışıq. Onun üçün də biz sənə salam deyirik. Biz sənə sülh deyirik. Sən kimlə tərbiyə almışsan, ey Papito qələm? Ki, sən alçaq sözlər söyləyirsən. Sənin tərbiyyən kimləndir? Budur da hədislərin sənə öyrətdiyi. Budur da hədislərlə getdiyimiz yol. Sıçan kimi qorxub deşikdən çıxmıyorsunuz. Utanmıyorsunuz, bir nalayiq sözlər danışırsınız. Biz isə sonsuz sayda şükür, biz bu yolu gedirik. Allahdan başqa heç kimdən də qorxmuruq. Və inşallah sən heç vaxtı o fikrində tutduğun qələbəni çala bilməyəcəksən. Sən nə qədər suallar versən, sənin suallarının cavabı hamısı var Quranda. Sən elə bilmə ki, sən savadsız olduğuna görə, Qurandan savadın olmadığına görə, sən elə bilirsən ki, oxuyursan, elə bilirsən onun cavabı yoxdur. Da bilmirsən ki, Quranda Allah özü deyir ki, sənə elə bir sual verməzlər ki, onun cavabını biz Quranda doğruluqla və daha gözəl şəkildə qoymamış olaq. Özdə bir şey də qeyd edeyim ki, yadında saxla, heç kimə rəsulluq qəbul etdirmir. Rəsulları insanlar inanıb könüllü qəbul edirlər. Nə oldu? İbrahim əleyhissalam gəlib söyləyəndə,
Allah'ın ayələrini Lut əleyhissalam nə rəsul döyürdü, nə inanan döyürdü. O ayədə qeyd edir Allah ki, İbrahim əleyhissalam söylədi, Lut əleyhissalam iman getirdi, inandı. Gördüğün kimi Lut əleyhissalam inanandan sonra Allah ona rəsulluq verdi. Daha İbrahim əleyhissalam ona qabul etdirmədi. Gəlib başının üstündə dayanmadı ki, qabul elə mənim rəsulluğumu. Estağfurullah, la ilahe illallah. Bu rəsulluq sənin kimi insanlar qanmaz, nə olan şeydir? Çünki qansa, o sual verməz. Qansa, bizləri təhqir eləməz. Mən düz döyürəmsə, bax, mən sərfəm, düz döyürəm. Sən Allahdan güclüsən, hə? Allahdan artıq olacaqsan, məni cəzalandırmağa. Nədir? Allahın gücü çatmır. Allahın qüvvəsi çatmır. Mən yalan danışanda məni cəzalandırmağa papito kimi, şapito kimi, qələm kimilər, uşaqlar atlanır düşür ortaya, başlayır təhqirlər deməyə, söyüş söyməyə. Utanın, qorxun Allahdan. Geç-tez siz Allah'a qarşısında cavab verməli olacaqsınız. Mənim sizə yazığım gəlir. Çünki Qurandan mən Allahın ayəsinə görə bilirəm ki, o kəslər ki, Allah və rəsullarının əleyhinə çıxırlar, onlar zəlil və xar olacaqlar. Necə ki, öncəkilər oldular. Ged oxu dinən 58-ci surənin 5-ci ayəsini. Ged oxu dinən 58-ci surənin 20-ci ayəsini. Ged oxu, yazıqsan. Və Allahdan ged bağışlanmaq istə, nə qədər gec deyil. Onun üçün də sizin kimilər nə qədər olur olsun çıxsalar bizim qarşımıza. Nə qədər bizləri təhqir eləsöz, nə qədər bizləri söysöz, elə bilməyin ki, bizlər sizin səviyyənizə düşəcəyik. Biz Allahımızdan qorxuruq. Biz yalnız Allahımızın öyrətməsi ilə sizə cavab edəcəyik. Bir də sən bizi məcnun adlandırırsan, ağılsız adlandırırsan, dəli adlandırırsan. Bəli, ged bax ki, aç Quranı, o 68-ci surənin sərf etmirəmsə, bu dəqiqə və oxuyayım da o ayəni sənin üçün. 68-ci surənin 51-ci ayəsini oxu. Oxu gör orada kimlər kimə məcnun adı qoyurlar. Kimlər kimi dəli adlandırırlar. Ged oxu dinən 68-ci surə 51-ci ayə Qələm surəsi. Elə görsən adını da qoymusan Qələm. Burada da Qələm surəsi dələ qaqası. Ged oxu dinən. Ged utan dinən. Ged ağlığı yığ başıva. Gör sən kimsən və sən nə yol gedirsən. Bizlər yolumuzu gedirik. Heç kimdən qorxmadan. Allahdan başqa. Yeganə bir Allahdandır bizim qorxumuz. Və gedirik bu yolu. Sənin kimilər bizi bu yoldan saxlaya bilməyəcəkləri ki, yazıq, bədbəxt, çalışma ki, bunu eləməyə də. Çünki zəhmətin dədər gedəcək, vaxtın dədər gedəcək. Dayanırsan, hansısa sənin himadarın, ağon, sənə əmr eləyən kimi atırsan özünü ortaya. Hər bir bax ki, özünə də. Sən onun, bunun əlaltısısan. Bizlər isə Allahın qullarıyıq. Odur ki, yaxşı-yaxşı düşün. Üzr istəyirəm. Yəni, bu hadisəni bir neçə müddətdir, uzun bir müddətdir ki, yəni bu o ağzına gələn, ağzı başına danışanlardan biridir bu kəs. Gah qələm adı ilə çıxır, gah papito adı ilə çıxır, hərdən bir adla çıxır, güya ki, bu başqasıdır, güya bu başqasıdır. Və bax, təhqirlər eləyir, utanmır. Yəni, qadınlara belə böhtan deyir. Onun üçün də sonsuz sayda şükürlər olsun.
Mən bunu qeyd elədim ki, mənim ona yazığım gəlir. Bədbəxtdir o insan, qayıtsın Allaha tərəf. Çünki o qayıtmasa Allah onu cəzalandıracaq. Allah insanlara möhlət verir qayıtmalarına görə. Onlar qayıtmayanda sonra Allah onları cəzalandırır. Deyir, bu ona görədir ki, onlar ahirətin günündə deməsinlər ki, Rəbbimiz, sən bizə niyə bir xəbər verən göndərmədin ki, biz qaydaq sənə tərəf əməlimizi islah edək. Bəli, bu günləri Allah göndərib, o eşidib, onun dalıca cəzalanma gəlir, əzab gəlir. Bax, bizlər onun cəzalanmasını istəmədiyimizə görə, istəmirik ki, o papitodur, şapitodur, qələmdir, ələmli əzab ilə əzab olunsun. Onun üçün də ona söyləyirik ki, qayıtsın Allaha tərəf. Yazıqdır. Qayıtmayacaqsa da, Allah onu cəzalandıracaq, Allah onun xar və zəlil eləyəcək, necə ki, öncəkiləri edib. Və ya dediyim kimi, geçsin oxusun 58-ci surənin 5-ci ilə 20-ci ayəsini. Bu hər bir düsturdur, bu hər bir dövrə, hər bir zamana aid olan bir şeydir. Hər bir dövrdə Allah rəsullarına qarşı çıxanları Allah o cür zəlil və xar eləyir. İndi isə sizlər üçün yenə Qurandan Allahın bizə açıb öyrətdiyi ayətlərdən qiraət edib sizlərlə bu açılışları, bu vəhi, ilhamı sizlərlə bölüşərik inşallah. Güvənirik Allah ilə müraciət etmiş şeytandan, ismiyle Allahın, Rəhmanın, Rəhimin. Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq mübarək Qur'anının çevirməsinin qiraətinə. Bərəkətli et və qabul et bizdən niyyətimizi. Vasitə axtarırıq. Üzərinə səni özümüzə arxa vəkil bilib, sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükrünlə rəvan et. Sal qəlbimizə o şeyləri ki, nicat verəcək bizə cəhənnəm əzabından. Bağışla bizləri rəhm et. Sən rəhm edənlərin ən xeyirlisisən. Qəlblərimizdən kini, küdurəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə yardım et. Nəfsimizi əqlimizə tabi etməkdə bizlərə kömək et. Ən gözəl neymətlərindən olan neymətinə, şəhadətinə geçməyimiz üçün bizə yardımcı ol. Bir daha Rəbbimiz sənin isminlə, Bismillahım. Ondaki deyildi onlar üçün. Görürsünüz, burada ad yoxdur. Burada ad çəkmir Allah. Ad qoymayıb, zaman qoymayıb, vaxt qoymayıb ki, keçmişdəkilər üçün, indikilər üçün, kimi üçün. Allah deyir və onda deyildi onlar üçün. Bu hər bir zamanda olan o kəslərə aiddir ki, onlar bu sifətdə olurlar, bu sifəti yaşayırlar. Ondaki deyildi onlar üçün, tabi olun nə ki Allah nazil edir. Dedilər, bəli, tabi feylinə atalarımızın. Ondaki dəvət eləyirsən onları ki, ya, gəlin də Allahın nazil etdiyinə tərəf. Allah bu cür söyləyir, Allah bu cür ayələrlə əmr edir bizə. Onlar isə deyirlər, ya, biz atadan, babadan başqa cür görmüşük. Bizim atalarımızın, babalarımızın yolu bizə kifayətdir. Onun üçün də deyirlər, bəli, tabi feylinə atalarımızın, biz də işlədirik də, deyir, onun feylinə getdi. Filankesin deyir, feylinə getdi. Onun üçün də deyir, əgər oldu ataları bir şey əql etməyən və hidayət olunmayanlar, Allah məntiq qoyur. Sən gedirsən atanın feylinə düşmüsən. Ata babanın feylinə düşmüsən. Sən, Allah deyir, onlar bir şey əql etməyən, hidayət olunmayanlar oldular. Onda necə? Onda da hələ yapışacaqsan, onların dalıca gedəcəksən. Məsəli o kəslərin ki, kafirdirlər. O kəsin məsəli kimidir ki, səsləyəndə onu eşitməyir. Ancaq dua
və nida. Dua yəni istəkdir, nidadır ki, özünüz bilirsiniz nədir? Səs, yəni nida gəlir, səs gəlir. Bəli, bu günləri o kəslər ki, kafirdirlər, bizləri təhqir edirlər, bizlərə böhtanlar deyirlər. Bizlər onları səsləyirik, çağırırıq Allahımıza tərəf. Dəvət edirik Allahımıza tərəf. Biz onların təhqirinə təhqirlə cavab vermirik. Çünki biz onların səviyyəsinə düşmək istəmirik. Bir də ki, Rəbbimiz bizi o cür öyrətmir. Allahımız bizə o cür tərbiyə vermir ki, biz onlar kimi tərbiyəsiz olaq. Kar, lal, kördürlər və onlar əql etməzlər. Ay qələm, ay papito, get oxu ginən bu ayələri yaxşı-yaxşı. Kör olma ginən, kar olma ginən. Get əqillə fikirləş, yəni Allah sənə ağıl verib. Qoy Quranı qabağına oxu, ağılla düşün. Mənim bir şey xoşuma gəlir ki, Allahın iş təslim olanı sənə tövsiyə elədi, sən eşitdin, itaət elədin. Bu gözəl. Sənə tövsiyə elədi ki, belə bilirsən, get orada dərs keçinən cavanları, bilməyənləri öyrət. Sən də başladın o işlə məşğul olmağa. Əla, gözəl. Yaxşıya yaxşı deyərlər. Bu yaxşı əməldir. Sən eşitdin Allah Rəsulunu, itaət elədin. Gözəl. Sonra nə oldu? Gən də şeytanlar doldu sənə. Gən də yenidən çevrildin. Onun üçün də Allah səni çağırır əql sahibi olmağa. Yəni get ağıllı ol yine. Kör gözünü aç, kar qulağı aç, ağıllı ol, Allahın ayələrinə qulaq as yine. Bəli, bu günləri gör nə qədər insanları bizim qalxmağımızla onlar vadar olub Quran oxuyurlar. Əksəriyyəti də gizlətmədən söyləyirlər, mən deyir, Quran oxuyuram ki, sənin deyir, aşıqovu tapım. Mən Quran oxuyuram ki, sənə sübut eləyim. Əla, qoy oxusunlar. Bəlkə ola bilsin ki, Allahın dediyi kimi, onlar kör, lal olmazlar və əql edərlər, oturarlar əqılla, Qurandan açılar onlar üçün qaydarlar Allah'a tərəf. Gör, nə qədəri var ki, hələ də axtarırlar ki, şəxsən məndən gedir söhbət. Nə qədəsi var ki, dili ilə deyib ki, mən başlamışam deyir Quran oxumağa, sənə göstərəcəyəm deyir Qurandan. Tapıcıyam, göstərəcəyəm, sübut eləyəcəyəm. Gör, neçə aydır elə axtarır. İnşallah elə axtaracaq da. Ahirətin gününə qədər, nə qədər ömrü var elə axtaracaq, amma ki, əleyhimizə bir şey tapa bilməyəcək. Ola bilsin, hidayət tapsın. Ola bilsin, onun üçün açılsın, qayıtsın. Amma əleyhimizə bir şey tapa bilməyəcək. Allahın vədi haqdır. Allah deyir, mən və mənim rəsullarım qalibdir. Ay o kəslər ki, inanırsınız, yeyin teyyibətdən, yəni pak şeydən. Nə rizqləndirmişik sizi və şükr edin Allah üçün. Əgər oldunuz təkcə ona ibadətlilər. Bəli, bizlər üçün Allah açıb öyrədəndən sonra biz çalışırıq ki, paçlığa doğru gedək. Biz çalışırıq ki, o şeylər ki, bizləri napak edirdi, mundarlayırdı, o şeylərdən uzaqlaşaq. Və Allah bizim üçün bu şeyləri aça-aça, öyrədə-öyrədə bizi aparır irəli. Vaxtıykən bizlər də bilmirdik. Gedib dükandan, bazardan alıb əti, toyuğu, dükan bazardan alıb yiyirdik. Bəli, Allah bizi paklamağa başladı. Allah bizə açdı, öyrətdi ki, Allahın adına kəsilməyən heyvanlar inananlara haram oldu. Biz də baxdıq, gördük,
Bəli, o tükanda, bazarda satılan ətlər Allahın adına kesilmir. Onlar manatın adına kesilir. Onlar manata xatir kesilir. Allah'a xatir kesilmir. Quranda da Allah bütlərin adını çəkir, deyir onlar, bir də o bütlərdən birinin adı manatdır. Onlar deyir manata səcdə etdilər. Bəli, bu günləri onlar öz bütlərinə xatir kesirlər onu, manata xatir. Allah'a xatir kesilsə, o manata satılmamalıdır. Allah bu şeyləri bize açıb öyrədəndən sonra bizlər öz gücümüzdə, öz qüvvəmizdə qardaşlar yığışır, kimin neye imkanı çatır verir, alıp heyvan kesilir ve o heyvan bu inananlar arasında paylanılır. Yani havayı Allah'a xatir kesilir, Allah'a xatirdə paylanılır. O pula satılmır. Allah bununla da bizi bir daha, yani gördüğünüz gibi gittiğimiz bu yolda paçlamağa başladı. Bir daha paçlayır bizleri bu yolda. Şükürler olsun Allah'ın birliğine ki, həmd olsun Allah'ımıza ki, Allah Teala bizleri bu hak yolda, bu düz yolda paçlaya paçlaya aparır bizleri. Deyir, həqiqətən haramdır üzerinize sizin meyit ve qan ve əti donuzun ve ne ki kesilib Allah'tan qeyrisi üçün. Kim mecbur olarsa pislik etmeden ve haddi aşmadan yoktur günah üzerinde onun. Yoktur günah üzerinde onun. Həqiqətən Allah gafurdur. Yani bağışlayandır. Rəhimdir. Gördüğünüz gibi Allah deyir, həqiqətən haramdır üzerinize sizin meyit ve qan. Allah haramları sayır burada bizim için. Ve eti donuzun ve ne ki kesilip Allah'tan qeyrisi üçün. Görsən o heyvan ki kesirlər, o toyuğu ki kesirlər, onlar Allah için yok. Allah'tan qeyrisi üçün kesilir bu heyvanlar. Allah'tan başkaları için kesilir bu heyvanlar. Onun için de Allah onların inananlara haram olmasını söyleyir. Dalıcan öyrədir ki, kim mecbur olarsa pislik etmeden ve həddi aşmadan yoktur günah üzerinde onun. Həqiqətən Allah gafurdur, yani bağışlayandır. Allah Teala bizler için burada haramları söyleyir. Haramları sayır. Şükür Allah'ın birliğine. Başka bir ayette, yani Kur'an'da görüne kadar yerde Allah haramlar hakkında söyleyir. Haramların hakkında bize söyleyir, haram nedir? Ama bu günler efsuslar olsun ki, ne kadar insanlar özlerinden yalandan, öz başlarından yalan şeyler söyleyirler. Bu halaldır, bu haramdır. Biri deyir bu halaldır, biri deyir bu haramdır. Allah Teala Kur'an'da söyleyir ki Allah hakkında delilsiz, sübutsuz söz söylemek haramdır. Niye bu günleri o insanlar ki korkmadan, çekinmeden Allah'ın hakkında bu tür böhtanlar söyleyirler? Okumurlar bu ayeleri. Haramlar hakkında Kur'an'da Allah ne kadar surelerde, ayelerde bizler için ayeler koyup. Ben bir neçesini isterdim ki sizlerin nəzərinə çatdırım. 6. sure 119. ayet. Deyir, ne olup size yemeyesiniz, neden ki üzerinde yad edilip ismi Allah'ın bir surette ki o elbette size müfessel beyan edip çaresiz olduğunuz şeylerden başka. Ne sizin için haramdır,
Həqiqətən əksəriyyəti onların nəfslərinə uyaraq, elmsizlikdən zəlalətə salarlar. Həqiqətən Rəbbin yaxşı bilir həddən çıxanları. Gördüyünüz kimi, sonsuz sayda şükürlər, həmdlər olsun Allaha ki, onlar elmsizlikdən insanları Allahdan qeyrilərinin söylədiklərinə tərəf çağırırlar. Biri deyir, bu alim belə söyləyib haram haqqında, biri deyir, filan kəs ağa belə deyib bu haram haqqında. Quran ola, bu Quranın ayələrinə baxmırlar ki, görək Allah nə deyir bu haramlar haqqında. Sonra həmən surə, 6-cı surənin 145-ci ayəsinə biz baxsaq, Allah burada deyir, de, mənə öyrədilənlər içərisində hər hansı bir kəsin yediyi taamlarda haram olan bir şey tapmıram. Ancaq ki, ola meyit, meyit, ya axar qan, ya donuz əti. Həqiqətən o riçdir və ya fiskdir. Kəsilib qeyrisi üçün Allaha. Yəni manata xatır kesilib. Allah'a xatır yox. Onun ilə, bununla yanaşı kim məcburiyyət qarşısında qalarsa, düşmənçilik etmədən və həddi aşmadan. Həqiqətən Rəbbin qafurdur, rəhimdir. Gör nə mərhəmətli Allahdır ki, deyir ki, məcbur qalsın, məcburiyyət qarşısında olsun, əyb yoxdur, günah yoxdur. Yiyə bilərsən. O məcburiyyət qarşısında qaldığın zaman əyb yoxdur. Qabul eləyə bilərsən. Gör nə gözəl Allahdır bu Allah. Sonra 16-cı surənin 116-cı ayəsində haram haqqında söyləyir Allah. Dillerinizlə vəsf edərək yalandan deməyin ki, bu halaldır və bu haramdır. Görürsünüz, Allah deyir, yalandan deməyin. Bilmirsiniz, eləmirsiniz. Yalandan öz başınızdan deyirsiniz. Necə ki, demirlər bu günləri. Asatirin haramdır. Müşkiyələr deyir. Ne ki? O pulsuz balıqdır. Pullu halaldır, pulsuz haramdır. Pulsuz yemək istəmirsiniz, gedin pullu yiyin. Allah dəryada olan bütün nə varsa suyun içində, insanlar üçün halal qoyub onu. Yox deyə Quranda ki, dəryada olan, dənizdə olan filan şey halaldır, filan şey haramdır. Belə şey yoxdur. Əksinə, dəryada olanları Allah halal qoyur. Paşdır da, suyun içindən nə çıxır? Paşdır. Ürəyin götürür, o su iti var, ürəyin götürür, onu da yiyir. Necə ki, yemirlər bu cəmaat. Balıq yağı deyirlər, balıq yağı bəyən balıqdan alırlar o yağı. O su itidən çəkirlər də o yağı. Onun üçün dillerinizlə vəsf edərək yalandan deməyin ki, bu halaldır və bu haramdır. Ta Allahın üzərinə iftira edəsiniz yalanı. Həqiqətən o kəslər ki, Allahın üzərinə iftira edirlər yalanı, nicat tapmayacaqlar. Bəli, onlar nicat tapmayacaqlar. Sonra başqa bir ayədə haram haqqında 5-ci surənin 3-cü ayəsində o haram haqqında Allah söyləyir. Yəni, Quranda gördüyünüz kimi nə qədər ayələrin içərisində, surələrin içərisində Allah haramlar barəsində söyləyir. Ayələri səpələyib Quranın içərisində. Sadəcə bunları araşdırmaq lazımdır, axtarmaq lazımdır, tapmaq lazımdır. Sənin üçün onda o bir şey barəsində hökmü verməmişdən qabaq, yaxşı olar ki, sən o şey barəsində
Quranda olan ayələrin hamısını çıxarış edəsən, toplayasan bir yerə, sonra başlayasan o ayələrə baxmağa. Onda mümkündür ki, sənin üçün açılış getsin ki, Allah bu şey barəsində nə söyləyir? Bu şey barəsində Allah nə hökm edir? Həmçində gördüyünüz kimi ayələrin axırında Allah deyir ki, Allah qafurdur, rəhimdir, Allah bağışlayandır. Yəni bilməmisən, eləmisən və yaxud məcbur qalmısan, eləmisən, Allah deyir, rəhimlidir də, mərhəmətlidir, bağışlayandır. Həqiqətən o kəslər ki, gizlədirlər, nə ki, nazil etdi Allah kitabdan və alver edirlər onunla az qiymətə. Həmin onlar bətinlərinə yeyirlər ancaq od. Kəlmə kəsməz Allah qiyamətin günü onlarla və paçlamaz onları və onlar üçün əzab var, ələmli. Sonsuz sayda Allaha şükürlər olsun ki, Allah gördüyünüz kimi bu Quranı açıq-aşkar nazil edib. Bu Quranda gizli heç bir şey yoxdur. Allah özü deyir, kitabun mubin. Kitab aşkar. Yəni gizlin deyil bu. Amma vardır insanlardan ki, bunu insanlardan gizlətmək istəyirlər. Allah gördüyünüz kimi gedirlər ərəb dilində bu Quranı oxuyurlar. Bu Quranı pul mənbəyinə çeviriblər. Çünki ərəb dilində Yasin oxuyur, deyir filan qədər verəcəksən. Ərəb dilində deyir, onun mənasını, onun çevirməsini insanlara söyləmirlər, gizlədirlər. Əgər bunlar, mollalar, axundlar, Kərbəlayilər, Məşədilər Allahdan qorxub, heç olmasa oxuduqları, o Yasin ki surəsi var, gedib ölülər çünki oxuyurlar, heç olmasa o Yasin surəsini çevirməsini insanlara söyləsəydilər, insanlar görərdilər ki, orada ölüyə aid bir şey yoxdur. Hətta o surədə Allah bu ayələrin, bu Quranın diriyə aid olmasını belə söyləyir. Yasin surəsi 70-ci ayət. Gedin, açın, oxuyun. Ərəb əlifbasını bilənlər varsa, görəcək ki, 70-ci ayədə Allah həyyə sözü işlədir. Həyyə diri deməkdir. Dirliyə doğru, diri olan. Necə ki, o şeylər, indəkslər var, atın üstündə gedəndə qışqırırlar. Həyyə, o nə deməkdir? Yəni, dirliyə doğru. Həyyə sözü dirliyə doğru. Almanlar deyirdi, o vaxt, hay Hitler. Yəni, Hitler diridir. Həyyə sözü diri olan kəslərə aiddir. Yəni, dirliyə doğru gedənə, diri olana. Niyə onu ölüyə aid edirlər? Soruşun onlardan. Yasin surəsinin elə başlanğıcı. Allah kimə deyir onları söyləyin? Kimə aiddir? Necə ki, bu savadsa, özünü savadlı sayan, özünü ağıllı sayan, bu pito qələm, orada sual verir Yasin surəsindən ki, bu kimə aiddir? Orada deyir, İnnəkəllə minəl mursəlin. Bu kimə aiddir? Heç olmasa bu adam bir gözlərini açıb, baxıb da onun ardını oxumur ki, ardıcın Allah izahını verir də kimə aiddir. Buna başqa bir şey, izahat lazımdır. Deyirsən də göndərilmişisən Allahın. İndi gəl baxaq görək, o hansı göndərilmişə aid olur o? Hansı göndərilmişdən söhbət gedir orada? Dalıcan deyir ki, söyləginən o qomuva ki, onların atalarına, babalarına deməmişlər, onlar bundan qafildirlər, xəbərsizdirlər. Deməli, bu işi görən, bu əməli yerinə yetirən
kəsə aiddir. O kəs ki, Allahın haqq olan ayələrini dirilərə söyləyir. Dirilər üçün açıqlayır. Sonra da deyirlər, sən hardan oldun? Axı, siz o vəzifəni yerinə getirmirsiniz. Ay qələm. Siz gör nə qədər siz elə insanlardan gör necə qorxursunuz ki, sifətinizi, adınızı belə deməyə qorxursunuz. Axı, sizlər bunu eləyə bilməzsiniz. Əlbəttə ki, o sizlərə aid ola bilməz. Siz gör nə qədər bu ayələr qorxacaqlar üçün deyil. Bu ayələr o kəslər üçündür ki, onlar Allahdan qorxurlar. Allahdan xoflanırlar. Bax, bu ayələr onlara aiddir. O kəslər Allah rəsulları ola bilərlər ki, onlar müşrik deyirlər. Yəni, müşrik Allahdan başqalarından qorxmurlar. Sizlər isə qorxursunuz. Qorxmursunuz, sübut eləyin ki, bizə ki, bəli, biz də mərd-mərdanə qorxmuruq. Çıx öz sifətindən Skype-a. Çıx da, çıx, üzbəüz, söhbət elə. Niyə qorxursan biz oradan gizli şəkildə gizlənirsən, söyürsən, gizlənirsən, alçaq-alçaq sözlər atırsan ortaya. Onun üçün də, əlbəttə sənin kimi, sən və sənin kimilər ola bilməzsiniz. Sən və sənin kimilər hər bir dövrdə olub, var və olacaqdır. Burada mənfi və müsbətdən gedir söhbət. Çünki heç bir vaxt Allah hər şeyi qoşa yaradıb, çilik yaradıb. Siz fikir verin, maşını hərəkətə getirən akkumulyator var. O akkumulyatorda bir tərəf mənfidir, bir tərəf müsbətdir. Baxın, o mənfi olmasa, mənfi itsə akkumulyatordan, tək müsbət o maşını xodlaya bilməyəcək. Onun üçün də gərək o mənfi də olsun ki, o müsbət bu maşını hərəkətə getirsin. Bəli, mən sağ olsun deyirəm, papito kimi, qələm kimilərə ki, onlar bizə güc-qüvvə verirlər ki, biz bu yolu daha da doğru getdiyimizə öz imanımızı artıraq. Və biz onlar kimiləri bizim qarşımızda çıxdıqca bizə bir daha sübut olur ki, biz həqiqətən Allahın rəsullarıyıq, biz həqiqətən Allahın yolunda doğru düz olanlarıq. Bax, onların sayəsində, o mənfilərin sayəsində biz müsbətimizi artırırıq. Biz gücümüzü, qüvvəmizi artırırıq. Beləncik mənfilərlə. Allaha sonsuz sayda şükürlər. Mən Allahıma şükür edirəm ki, Allah beləncik mənfilərlə bizləri gücləndirir. Sonsuz sayda Allahımıza şükür olsun. Gördüyünüz kimi Allah deyir, ancaq bətinlərinə od yiyirlər olar. Çünki gedirlər, Allahın ayələrini oxuyurlar, qəbristanlıqlarda pul qazanırlar. Axı, onlar bətinlərinə od yiyirlər o hərəkətləri ilə. Kəlmə kəsməz onlarla Allah qiyamətin günü və paçlamaz onları. Və onlar üçün əzab var ələmli. Geçsinlər, oxusunlar bu ayələri. Qorxsunlar Allahdan, qayıtsınlar Allaha tərəf. Həmin onlar o kəslərdir ki, alver etdilər zəlaləti hidayətlə və əzabı məxvirətlə və nə ki, səbirlidirlər onlar üzərində odun. Bu ona görədir ki, həqiqətən Allah nazil edir kitabı haqqı ilə. Həqiqətən o kəslər ki, ixtilafdadırlar, kitab barədə çox uzaq şəqavətdədirlər. Gör, nə boyda uzaqlıqdadırlar, bu yazıqlar. Bu günləri bizləri doğru, düzgün saymırlar.
Bizim dəlilimiz, sübutumuz Qurandandır. Biz düzgün deyilik. Bunların danışdıkları nağıllardır, bunlar düzdürlər. Bu nə qədər məntiqə uyğundur. Onlar bizim qarşımıza çıxıb, bizim qarşımızda güya almaq istəyirlər. Əksinə, veya dediyim kimi, o mənfilər sayəsində biz güclənirik. Güclənirik ki, papito, qələm, tezə müxalifətliyə başlayanı, gör ondan sonra nə qədər Allah rəsulları artıb çoxalıb. Gör nə qədər bu şeylərə inananlar artıb çoxalıb. Siz isə yatmışsınız. Artıq Almanya'da da Allah ondan sonra, gör o Papito'dan sonra, onun müxalifliyindən sonra Allah Almanya'da öz səfirini qaldırdı. İbrahimilərdən. Allah onun ətrafında inananları qaldırdı. Onlar Allah'ın haqq olan ayətləriyle cihada qalxdılar. Yəni, əməllərini cəhd edirlər islah etməyə, düzəltməyə. Onlar sizin kimilərin çağırışı ilə haqq yolu qoyub, batıl yola gedən deyirlər. Çünki onlarla siz özünüz söhbət eləsiniz, ey papito, ey qələm, sənin ərəb dilini bilməyin, sənin Qur'anı bilməyin demək deyil. Sənin kimi bilirsən, nə qədər ərəblər var. Gəl, mən istəyirsən, həmən o ərəblərdən bir neçəsi ilə səni calaşdırım, etiraf edən ərəblərdən gedir, ha, söhbət. Calaşdırım, etiraf eləsinlər sənin üçün ki, bəli, biz ərəb dilini bilirik, biz Qur'anı bilmirik. Bax, sən də bu ərəblərin dilin bilirsən, sən Qur'anı bilmirsən, sən yazır. Ged oxu Qur'anı. Bəli, mən niyə səni təhqir etmirəm yazıq dilikdə? Çünki mənim sənə yazığım ona görə gəlir ki, sən bu halında ölüb geçsən, gedib cəhənnəmə düşəcəksən. Onun üçün də nə qədər gec deyil, qayıd Allahu və tələb. Qayıd. Allah adamı, axı heç kəsi təhqir eləməz. Allah adamı heç kəsə başından yol göstərməz. Allah adamı sığınar Allaha, Allahın ayələri ilə cihad eləyər. Allahın ayələri ilə dəlilini, sübutunu getirər. Sən biz necə Quran oxuyursan ki, sən necə bir savadın var ki, biz bu şeyləri Qurandan görməmsən hələ indiyə kimi. Allah görsən deyir, və la təştəri bi ayəti səmənən və qəlilən və mən ləm yahkum bima ənzəlallahu fəuləykə humul kafirun, humul fasiqun, humul zalimun. Görsən, mən ayələri bir də yenidən sənin üçün təkrar demirəm ki, çünki eynicən təkrarlanır ayələr, birində kafir, birində zalim, birində fasıq deyir Allah. Oturma da bu sifətlərə. Olma da, axı sənin dəlilin, hökmün Qurandan deyil, ata-baba sözü danışırsan. Sən onun bunun sözünü danışırsan, Allahın sözünü danışmırsan. Yəni, bilməyənlər üçün, yəni, mən gizlətmiş olaram, bunu çevirməsini deməsəm, ərəbcə dediyimə görə çevirməsini də deməliyəm ki, mən o bayaqki ayəyə oturmayayım, sizin tayınız olmayayım. Deyir ki, Allahın ayətlərini ucuz tutub, ucuz satmayın. Yəni, değişməyin də, nə zaman mən Allahın ayəsini ucuz tutub, ucuz satmış oluram? Onda ki, Allahın ayəsi ola-ola, Allahın öyrətməsi ola-ola, mən başqasının adından danışıram. Başqasının öyrətməsini istəyirəm sizlərə söyləməyə, onda mən oluram Allahın ayəsini ucuz satıb, ucuz tutanlardan. Dalıcan deyir, kim? Ad çəkmir Allah, kim? Allahın nazil etdiyi ilə. Allahın da nazil etdiyi nədir? Quran. Allahın nazil etdiyi ilə hökm etməzsə, onlar kafirlərdir.
Birində kafir deyil, birində zalim deyil, birində fasıl deyil. Yəni mən Quran ola, mən öz hökmlərimi başqa bir mənbədən götürsəm, başqa bir alimin kiminsə yazısından götürüb desəm, mən onda olacağım kafir, mən onda olacağım fasik, mən onda olacağım zalim. Bu sifətlərə düşməmək üçün, yəni onun üçün də Qurandan yapışmışam. Yəni Allahın ipindən yapışıb bu İbrahimlər. İndi bu İbrahimlərin içərisində kimsə maskalanır, kimsə yalandan yol gedirsə, onun bizə nə dəxli var? Mən bəyəm ona görə cavab edəcəyəm. Mən ona görə Allah qarşısında cavab verənlərdən olacağım. Olacaq, elə bir kəs olacaq, keşsiz Allah onun üzə çıxardıb atacaq qırağa. Sabah mən olacağımsa o kəslərdən, o maskalanmışlardan, Allah məni də üzə çıxardacaq, ifşa eləyəcək, atacaq qırağa. Allah üçün bir çetin deyil bunu eləmək. Odur ki, sən yazıqsan, hərdən özünü İbrahim oğlu adı ilə də çıxırsan, ağzına gələni danışırsan. Qorxuyor Allahdan, eləmə elə şeyləri. Eləmə, yazıqsan. Mənim sənə yazığım gəldiyim üçün bu şeyləri sənə söyləyirəm ki, bəlkə sən oturub əql edəsən, qaydasan Allaha tərəf. Allah bizləri onun üçün qaldırmayıb ki, insanların ziyanına nəsə danışaq. Biz əksinə, biz sizləri sizdən çox istəyirik. Bizim yazığımız gəlir ki, axı sən hələ cavansan, sənin üçün Allah yer qoyub qayıtmağa. Yox, indi Allahın bəlası, cəzası gələndən sonra artıq sənə bu sözlərin deyilməyinin heç bir faydası olmayacaq. Və sənin nəql etməyimin də faydası olmayacaq. Onda ki, Allahın sənə bəlası, cəzası gəlsə. İndi nə qədər ki, Allah sənə möhlət verib, nə qədər ki, Allah sənə göstərmələr eləyir, səni cəzalandırmır, yazıqsan da, qayıt Allaha tərəf. Uca və qüdrətli olan Allah doğru buyurur. Mənim üçün ayrılan bu vaxt, yəni çox sürətlə başa getdi. Elə şükürlər olsun, mən qardaşlarda da bunu görürəm ki, Allah rəsullarının çıxışlarında da bunu hiss olunur ki, onlar elə tezə, yəni sürət götürürlər ki, danışmağa, bir də görürlər ki, vaxt tamamı yetdi. Şükürlər olsun ki, bizləri izləyənlər, izləyirlər, görürlər ki, qardaşlarımıza imkan verilsə, saatlarla dayanmadan danışacaqlar. Əgər bu qardaşların içərisində ən savadsızı mənəmsə, mənə vaxt yetmirsə, göründə onlar üçün necədir. Allaha sonsuz sayda şükür olsun, Allaha sonsuz sayda təriflər olsun, həmd olsun Allahımıza ki, Allahımız bizə bugün bu imkanları verib, Allah bizə yardım edir. Nə qədər insanların, kafirlərin, müşriklərin buna kərahəti olsa da, yəni etirazı olsa da, biz bu yolu gedirik, geçmişik, gedirik və inşallah ölməsək, sağ qalsaq, gene gedəcəyik. Yəni Allah'tan başqası bizim qarşımızı ala bilməz, bizi saxlaya bilməz. Bizi saxlaya bilər bu yoldan, yalnız ölüm. Başqa heç bir şey. Başqa heç bir şey. Gör neçə illərdir biz eşidirik ki, gəlir, biri deyir ki, bunları tutacaqlar. Biri deyir, bunları yığacaqlar. Biri deyir, bunları öldürəcəklər. Bir neçə gün bundan qabaq Almaniyada olan, səfirlikdən olan, inanan qız qardaşımız öz qohumları ilə, Bakı ilə danışanda, onun qohumları oradan qeydiblər ki, az qalıb. Biz şişələrik, biz çoxuq. Onlar azdır, onlar bir dəstədir. Az qalıb. Biz çıxacaq bunların axırından. Gedib onları tapacaq, bilirik yarda olurlar. Mərdəkanda yığışıblar. Bir dəstədir. Biz onların hamısını məhvələyəcək, öldürəcək. O isə tezə olduğuna görə, bu yolda, bu dində, bu yolda tezə olduğuna görə mənimlə danışanda dünənləri
xahiş edir məndən ki, deyir, onların Skype-ın zadını deyir, silgilən deyir. Onların danlalarını sil ki, sənə zəng vura bilməsinlər. Birdən zəng vurub taparlar. Demək, estağfurullah. Daha gözəl. Gör, neçə ildir. Bunlar nə birinci döyür, nə ikinci döyür, nə axırıncı döyür. Gör, nə qədər onlar kimi söyləyənlər var. Mən bu yola gələni elə bu söhbətləri eşidirəm. Mən bu yola gələni eşidirəm ki, tutacaqlar, öldürəcəklər, dögəcəklər. Əla. Qoy gəlsinlər, məni belə danışdığıma görə öldürsünlər. Qoy gəlsinlər, mənim evimi, eşiğimi, ailəmi, uşaqlarımı belə danışdığıma görə vursunlar, yandırsınlar, öldürsünlər. Əla. Əlləri, qolları var olsun onu eləyənin. Qoy gəlsin, eləsin. Biz Allahdan başqa heç kimdən qorxmuruq, nə sifətimizi gizlətmirik, nə ünvanımızı gizlətmirik heç kəsdən. Amma bunu kimlər danışır? O kəslər ki, gizlənə-gizlənə söhbət edirlər. Çıxıb üzbəüz danışmağa cürətləri yoxdur onların. Onlar yalnız özlərini kişi sayırlar, 100 nəfər, 200 nəfər bir yerə yığışanda. Onda özlərini kişi bilirlər ki, biz varıq. Sonsuz sayda şükürlər olsun. Sonsuz sayda. Mən bu getdiyim yolda nə qədər elə insanlar görmüşəm. Adam olub ki, deyib ki, gəlib onları zəncirləyəcəyəm. Bir neçə müddət keçib eşitmişik ki, ona ömürlük həbs cəzası veriblər. Özünü zəncirləyiblər. Eləsi olub ki, gəlib deyib, onları tutacaqlar, onları bu yaxınlarda yığacaqlar. Bir az keçib eşitmişik ki, özünü tutub basıblar gəlib. Bizi döyməklə, öldürməklə hədəliyəni eşitmişik ki, döyüb öldürürlər. Allah'ıma sonsuz sayda şükürlər. Biz Allah'tan başqa heç kimdən qorxmuruq. Ay o kəslər ki, istəyirsiniz bizləri qorxutmaq, qorxuda bilərsiniz bizləri, ancaq Allah'la. Başqa heç bir şeylə bizləri qorxuda bilməyəcəksiniz. Onun üçün də zəhmət çəkməyin, əziyyət çəkməyin. İndi isə sonsuz sayda şükürlər olsun Allah'a. Uca və qüdrətli olan Allah'ımız doğru buyurur. İndi isə Qurandan olan istəkləri sizin nəzərinizə çatdırım. Bununla da mənim vaxtım tamamı yetmək üzrədir. Rəbbimiz cəzalandırma bizi, əgər unudarıqsa, yaxud xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı nə qədər yüklədin, üzərinə kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə nə ki, taqətimiz yoxdur, ona əff et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mövlamızsın və yardım et biz üzərində kafir qolmun. Rəbbimiz qəlblərimizin əyilməyinə imkan vermə ondan sonra ki, hidayət edibsən bizi. Və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən hədiyə verənsən. Rəbbimiz həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi od əzabından qoru. Rəbbimiz bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qovma qarşı bizə yardım et. Rəbbimiz, bəxş et bizim üçün zövcələrimizdən və zürriyyətimizdən gözümüzün işığı olanı və et bizi müttəqilər üçün imamlar. Rəbbimiz, bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdən və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz əta et bizə, nə ki, vəd etmişdin bizə öz rəsullarının vasitəsilə və rüsvay etmə bizi qiyamət günündə. Həqiqətən sən vədinə xilaf çıxmazsan. Rəbbimiz, et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan, Rəbbimiz istəyimizi qəbul et. Rəbbimiz həqiqətən bizə nazil edəcəyin xeyrə möhtacdır. Rəbbimiz, öyrət bizə şükr edək sənin neymətinə, hansı ki, neymət verdin bizə və bizim valideynlərimizə, ondan ötürü ki, əməllərimizi islah edək. Hansı ki, sən ondan razı olasan və daxil et bizi öz rəhmətinə, salih bəndələrinin içərisində olan halda. Rəbbimiz, sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir, qayıdır. Həmd, şükür, tərif Allah üçündür, Rəbbidir aləmlərin. Esselamu aleykum və rəhmətullahi və bərəkət.